Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Biz burada M siyahısını görürük. 4, 7, 13-dür və reverse etməklə həmin siyahını tərsinə çeviririk. Onda M siyahısı olacaq 3, 10, 7 və 4. İndi n də bərabərdir, bunu aşağıda qeyd edirəm. N də bərabərdir t və m-in yerinə artıq həmin M siyahısının elementlərini yazıram. İndi biz T funksiyasından yuxarıda yerinə yazıram. T, 3, 10, 7 və 4-ü. Bunu tapmaqla n-in nəticəsini tapmış olacağım. İlk sıfırda başlayacaq və bura ümumi bizə h verir. H-ın ümumi uzunluğuna qədər davam edəcək. Əgər hansısa indeks cütdürsə, bunu 2-yə bölməsindən əvəz edir. Təkdirsə 2-yə vurmasından əvəz edir. İndi mən baxacağım. H-ın sıfırıncı indeksi, yəni 3 təkdir. Bunu 2-yə vurmasından əvəz edir. O biri indeks cütdür, 2-yə bölür. Tək olanı 2-yə vurur. Cüt olanı 2-yə bölür. Artıq bu əvəz etmədir, M-in içərisində də əvəzləmə olur və bu N-ə də mənimsədilir. Yəni, N bərabər olacaq artıq 5, 6, 5, 14 və 2-yə və bu həmçinin M-ə də təsir edir. Yəni, M-də də artıq elementlər əvəzlənir, elementlər dəyişdirilir. İndi M-in ikinci indeksi 14'dür. Çünki bu artıq dedik n-lə eynidir. Çünki əvəzləmə olur. İkinci indeks 14'dür. Birinci indeks 5'dir. Və bunların cəmini istəyir. Doğru cavab olacaq 19.